Tofiq bəyin aclıq aksiyası 22-ci gündə davam edir. Bu günləri görüşdüm. Təəssüratlarım çox ağırdır. Çünki səhhətində sürətlə ağırlaşmalar davam edir. Həyatı risklidir. Bugünkü tibbi müayinənin nəticələri belədir. Çəki 82,9, 300 qram çəki itkisi var. Birinci çəki olub 95,6. Nəbz 88, temperatura 36, təzyiq 129, 90, saturasiya 98. Əlbəttə bu rəqəmlərdir, amma bu rəqəmlər onun məhrumiyyətlərinin ifadəsidir. Ona görə o hesab edirəm ki, onun həyatı risklidir. Həyatı çox risklidir. Hər an faciə baş verə bilər. Bütün dostlara salam göndərdi. Təşəkkür.